Mhm. Nə sualınız var burada? Baxıram müəllimə. Vərəqdə sual işarəsi qoymuşam. Umarım. Axırda hazır var. Bunları bilən. Bir də 57-yə baxaq. 57-60. Mən oraları tamam boş saxlamışam. 57-60 aralığı. Bəli. Görək nədir bunlar. 57-yə qədər sual yoxdur ki, Leyla səndə. Yox müəllimə. Leyla bunu yazmısan. Dəqiqə müəllimə indi baxıram, mən heç vaxt yazdıqlarıma masteri yazmışam, bu günləri yazırdım onları. Amma səhvim. Hə, onu yazırdım müəllimə. Hamısını qurtarmamışam, amma bir xeylisini yazmışam. Mənə orada çətin birsiz nə gəldi? İndi baxıram hələ nə idi. Aşağıda onlar çətin gəlmədi. Aşağıda olanlar biraz Tamam. necə indi? Bunlara Ha, baxıb sonra aşağıdakılara da baxarıq. Könül var, 2 dənə M ilə başlayan var, düzdürmü? Səndən Milan istəyir. 2 dənə M ilə başlayan var. D, A, T. Ayrı-ayrı Ya rəqəmlərdir. A-dır, ya B-dir də. Hə, Düzdür. onda 2 dənə Ya A ya B eyni olacaq. eyni rəqəm lazımdır. Bəli, bir bax, 1, 1. Deməli M-nın kodu nə imiş? 1 imiş. Düzdürmü? Çünki digərlər bir dəqiqə, burada niyə testdə səhvlik var ya burada? Çünki 3 ilə 3 ola bilməz axı. Hə, mən də onu deyirəm axı müəllimə. Yox, yox, Çünki 1 eyni ilə 1 də ola bilməz. oxşar sözlərlə başlamalıdır ki, oxşar rəqəmlər 3-3 olsun. 3 dənə bir bax, 3 dənə oxşar orada hərflə Müəllimə başlamır. burada qeyd olunub da o səhvdir. Rəqəmlərin yeri 57-60 dəyişib. Yox, sayılarında səhv yazıb, yer bildim, dəyişib. bildim. Ümumi yer dəyişmən şeydir. Bu Yazmalısınız. normal şey deyil, şifrələr deyil. Yer dəyişərək verilib Hə, sənə. hə, hə. Ümumi Hə, yerlər onu dəyişərək verilib. bilmirəm. Burada artıq deyirsən ki, yeri dəyişibsə mən mövqeyindən tuta bilmirəmsə nəyindən tutacam bunu? Sayından. Ümumi baxasan neçə dənə A var, neçə dənə Ə var, onların sayından tutacağıq. İndi bax, neçə dənə Ə var burada? 1, 2, 3, 4 dənə. 4 4 dənə. dənə. Əmi 4 dənədir, düzdürmü? A neçə Hı dənədir? -hı. 1, 2, 3, 5 dənə. A 5 dənədir. Bax, sayılarla əsas bizə lazım olan çox görsənlənənlərə bax, o birisilər asandır. D neçə dənədir? 1, 2, 3, 4 dənə. 4 dənədir. M-dan neçə dənədir? 3 3 dənə. dənə. 3-dür. 1, 2, bir buradadır, bir burada, hə, 3 dənədir. İndi gəl baxaq ümumi. Sonra başqa nə hərf qaldı? L qaldı. L-dan 2 dənədir. T qaldı. T-dan 1 dənədir. Hə, indi belə baxırıq ki, bir dənə olan Ha, demək T ilə sayına başlayandır. baxacaqsan. Əsas sayına baxasan ki, hansı hərfin kodu hansıdır. Başqa nə isə hərf qaldı? A-nı yazdıq, Ə-ni, M-ni, D-ni, hamısını yazdıq. Bir dənə də İ qaldı. İ-dən də bir dənədir. Başqa bir hərf qaldı? Yox. Hı -hı. İndi bax, Hı ən -hı. çox olan hansıdır bir digərlərindən fərqlənən? A-dır, düzdürmü? 5 A. dənədir. İndi 5 dənə olan rəqəm hansıdır variantlarda? 5 dənə rəqəm axtarırsan. A-nın kodunu axtarırsan. 3 deyil. Yox, 3-4 dənədir, 3 deyil. Bir Şey, də 1, 1, 1. Ayva. Deməli A-nın kodu nəymiş? 1. A-nın kodu 1-dir. Mənim sözümdə 1 olmalıdır. Çünki Milad sözündə 1 var. 1 olmayan variantları silirsən. Bu getdi. Milada Həm də neçə dənə yeni 1 də var? silirik. Yeni Milada çünki neçə dənə 1 var? hə, hə, ona Neçə görə dənə yeni A var? silirik. Bəli, neçə dənə A var? Bir dənə A var. Ona görə bir dənə 1 lazımdır bizə. E variantı da getdi. Daha sonra baxırsan digər hərflərə. Gör fərqli olanlar nə var? Bax Hə, məsələn, şey, L-dan 2 dənədir. cavab L-dan 2 B-dir. dənədir. Cavab B-dir çünki Niyə çünki? çünki A yox, A. Yox, indi davam elətdir. Bax, 3 dənə variant saxlayıb sırazı birini götürməm. Bura qədər gəlib sualı səhv aparma. L-dan neçə dənədir? 2 dənə. L-dan 3 dənə. Bir dənə. Yazmışam da qarşısına. L-dan 2 dənədir. Hı -hı. Bəli. Düzdürmü? İndi variantlarda 2 dənə olan rəqəm hansıdır? Hansı rəqəmdən 2 dənədir? Baxan kimi görsənir. 7. 7-dən. Düzdürmü? Deməli L-nın kodu nə imiş? 7 imiş. B variantı deyirdim. Bax, B variantı getdi. Burada heç 7 yoxdur. Geriyə qalır C variantı, D variantı. İ-dən neçə dənədir? 1 dənə. Düzdür? Bir dənə olan rəqəm hansıdır variantlarda? 6-da D bəndidir. D olacaq düz cavab. Düz 6. Cavab olacaq hansı variant?
D variantı. D var. Oldu. O bilər özüm işləyərəm, başa düşdüm. Bəli. Tam bildim bundan yol necədir. Bax, həmişə deyirik ki, əgər yerləri dəyişik verilməyibsə, normal şifrələr formasında verilibsə, baxırsan ilk rəqəmin durduğu yerə, son rəqəminə baxırsan. Yox, əgər sənə şərtdə özü vurğulayırsa, deyirsə rəqəmlərinin yeri dəyişik verilib, o zaman nə edirsən? Sayları ilə gedirsən. Deyin görün başqa nə Mən də sual baxıram istəyir? ki, mən digər normalda belə tapşırıqları tapanda son hərflərə baxırdım. 3 dənə A vardı. Demək sonlar hamısında eynidir. Görüm yox axı burada 3 dənə Yox, eyni heç mən olan rəqəm yuxarını yoxdur. oxumayıb birinci. Promoya baxdım suala. Yox, yox. Dedim 2 Yox, dənə M yox. var. Hə, Burada necə təkrarlanır? Sonra baxdım ki, yox, şərtdə deyir ki, rəqəmlərin yeri dəyişib verilib. hə. Bu zaman nə edirik? Mən İkinci oxumu da yol. bilmədim amma. Hə, aydın oldu. Başa Sayları düşdüm. ilə Çox sağ gedirik. olun. Sən sağ ol. Başqa nə sual var burada? Başqa baxım görüm işləmədim. Mən də biraz kodlarla kodlaşdırma ilə problem var. Biraz çətin Neysə, tapıram onları. kodlaşdırma. Hə, yəni eləyirəm, biraz çətin tapıram da onun tez variantı Amma var. şifrələrdən düşən sual 2 dənə sual düşür. Biri mütləq şey düşür. Hərfləri filan verdi. Yanvar, fevral, mart, aprel baş hərflərini vermişdi. Biri o bir sual düşəcək, mütləq düşür o sual. Biri də düşən digər sual ya bu formada verir. Qarışıq verilmir. Heç rəqəmlərin yeri dəyişik deyil. Normal düz formada. Ya da kodlaşdırma verilir. Yəni kodlaşma düşmə ehtimalı çoxdur. Keçən Mən elə kodlaşma kodlaşdırmada çaşıram, amma o birisi mənə daha aydındır, Keçən yəni. o birisindən Şifrə düşmüşdü. daha Hər iki, aydındır. Onu çox keçən o eləmişəm. birisindən düşmüşdü şifrələrdən. Yəni şey deyil, hər iki imtahanı ondan düşmüşdü. Bu il böyük ehtimal kodlaşma salacaqlar. Gəl baxaq. Birinci sənə deyir ki, rəqəmlərə bax. Birinci hərfini axtarırsan. Birinci hərfin nədir? V1. Yuxarıda V1 axtarırsan ya da V-ni axtarırsan da ən əsası. V1 nəymiş? Buranın birinci hərfi T. Deməli sənin birinci hərfin T. Mən bir dəqiqə başladım. Bunun cavabı samboydu. B-dir. Yox, tango. Tango. T Tango. ilə başlayır. İncə dedim ki, birinci hərfin T-dir. Tango. Hə, tango. Hə, mən də sambo tapmışam. Bir ikisini tapdım, qalanın. Bax, gəl. Mənə bu əslində biraz əvvəl çətin gəlir, sonra tutanda rahat gedir. Maraqlıdır. Bu şifrələrdən də Hə, maraqlıdır. qəşəngdir. Bax, Bəli. məsələn, sənə deyir ki, birinci hərfin lazımdır, düzdürmü? Birinci hərf. Bax, T1. birinci rəqəminə bax, Leyla. T1. Düzdürmü? Sənin birinci hərfin T1 olmalıdır. Yuxarılarda axtar gör T hardadır? Deyir burada T1. Deyir, yəni bu sözün birinci hərfi. Birinci hərfi nədir? Ç. Deməli, səsin sözü nə ilə başlayacaq? Ç ilə başlayacaq. B, E, C getdi. İkinci hərf axtarsan, ikinci rəqəmin nədir? F2. Deyir, ikinci yerdə olan F-in kodudur. Yuxarılarda F hərfini axtar. F hardadır? Bax, məsələn, burada var. F5, düzdürmü? Deyir, bu sözün 5-ci hərfi. 1, 2, 3, 4, 5. 5-ci hərfi nədir? A. Deməli, ikinci hərfin A-dır. Sonra 3-ü yazırsan. L3. Deyirsən, üçüncü hərfimin kodu L-dir. Yuxarılarda L axtar, L6. Yəni, bu sözün 6-cı hərfi. 1, 2, 3, 4, 5, 6 D hərfi. Çat. Elə baxan kimi görsən, variant hansı olur? D variantı. Gəl yenə də o birisini yazaq. M4 axtarır. Deyirsən ki, 4-cü hərfimin kodu M-dir. Yuxarıda bir dənə M8 var. Yəni bu sözün 8-ci hərfi. 1, 2, 3, 4, 5, 6, 7, 8. R hərfi. Axırıncı F5. F-in 5-də kodunu bir yaxda tapmışdıq. Buradakı 5-ci hərfi idi A hərfi. Oldu çadıra. Cavab oldu hansı variant? D variantı. Biz yəni bunu səhvdə arxadan qabağa hesabladıq. M4-dən başladıq. Yoxsa necə elə 1-2 rəqəm hesabı ilə 1, 2 elədik? T1-də başladığında birinci rəqəmim, ikinci, Hə, üçüncü rəqəmə yerdə. baxırıq da tolka 1, Rəqəmə, 2, rəqəm. 3 rəqəmə. 1, 2 sənin durduğun yeri göstər. Sən söz axtaranda birinci hərfinə başlamalısan, düzdürmü? Bax, gəl burada, məsəl üçün, bunu da yazan vaxtı. Birinci hərfini axtarırsan. Bir hardadır? Bir də burada. Birinci hərfin kodu T-dir. Yuxarılarda T-ni axtar. Bir də burada T1. Buranın birinci hərfi nədir? A. A-dır. Deməli, A. sənin sözün A ilə Söz başlayır. A. Onda elə sıra tapmaq olar ya A-dır ya Y. Aha, variantları sil. İkinci hərfini Bilirim axtarsan variantı. D2. Sənin kodun D-dir. Artıq ikinci hərfinin kodu D-dir. Bax, burada bir dənə D4 var. Yəni buranın dördüncü D2. hərfi. Dördüncü hərfi nədir? B. Diabetin B dördüncü hərfi. B-ni hərfidir. Abzas. yazdım. Aha, sonra B. ikinci hərfin Beşinci G3. hərfi. G-ni axtarsan. Deyə buradakı üçüncü hərf. Üçüncü hərf nədir? R. R. R-ni yazdın. Baxan kimi görsən ki, R-ni Şey, yazan sonra sənin abrek, eqərə. davjı da arxasını axtarmır Aha, onda. vaxtdan üzəyə vaxtdan itirmə, promo variantını yaz. Aydın oldu? Həm onun fərqli bir misal tipi də var. 5-dən başlayır. 5, 6, 7. Bu Bəli. eyni Orada mən şey. tapmışam, kompüter tapdım.
O Aha, biraz eyni şeydir. fərqlidir. Kod biri var sənə hərflə versin. Biri də var heca kimi 2 hərflə verib. Çarıxdırmaq üçün nedir ki, sənə mürəkkəb görsənsin. Yenə də rəqəmə baxırsan. Birinci hərfini axtarırsan. Birinci hərfinin kodu asdır. Düzdürmü? As. Aslı. Yuxarılarda ası harda görürsən? Burada. İki də verib. Deyir bu Hə, sözün bəli. ikinci hərfidir. İkinci hərfi odur. Yox, kompüterdir. O. Bir as. Bir As. dəqiqə baxım. Bir dəqiqə görmüsün. Yox, as. Sən yox bir dəqiqə üzrü say. Bu məndə verilib. Oktyabr sözü verilib. Bir dəqiqə üzrü say. Məndə ortadakını istəyir. Sualı ortaya verib. Biz buranı axtarırıq. Bircə saniyə. Mən verilənin üstünə gedirəm. Sualı ortaya qoyub heç əvvəlinə baxmıram. Bir də Buranı baxırıq. axtarıram. Birinci hərfim nədir? A-tı. Düzdürmü? At K-la axtarıram yuxarıda. başlayır. At. De Bəli. burada. Buranın birinci hərfi. Birinci hərfi nədir? K. Birincini K-nı yazdım. Sonra ikinci rəqəmi axtarıram. A-sı. Aslı. Buranın ikinci hərfi nədir? O. O. Yazdım o onu. Variantlardan A variantı getdi, B variantı getdi, C variantı getdi. 3-ü axtarıram. X, U. X, U-nu axtarıram. Harda X, U M. görsənir? Bu de burada. Deyir buranın M. üçüncü hərfi. M hərfi. Buranın üçüncüsü M-dır. Sonra dördüncünü axtarıram. V-Z. V-Z hardadır? Burada V-Z var. Yoxdur. Dördüncü Aşağıda hərf. V-Z var. Yoxdur. Buranı bir dənə boşluq qoy. Hələ keçsinə yazma ora. Sonra 5-ci hərfi axtar. Y-E. Y-E bu da buradadır. Deyir buranın 6-cı hərfi. 1, 2, 3, 4, 5, 6. 6-cı hərfi nədir? Y Avtomatik hərfi. gəlir kompüter. Bəli. Azizim, olacaq hansı variant? Computer. Bəli, niyə burada P-nı tapanmadıq? Çünki bax geriyə qalan sözlərin heç birində P hərfi yoxdur. Ona görə orada vermir. Bəli. Oxşar Orada hərf vermir. olmadığından vermir orada. Bəli. Əsas Y-ni tapandan sonra bilirsən ki, D variantıdır. Gəl 6-ya da baxaq. Eyni tiplidir onsuz da. 6-da nə deyir bizə? Buradakı sözü istəyir. Birinci hərfin fa. Fa-nı axtarsan, Fa. deyir burada 4 fa. Dördüncü. Dördüncü hərf. 1, P. 2, 3, 4. Deməli sözün Q Q ilə ilə başlayır. başlayır söz. E variantı getdi, A variantı getdi, D variantı getdi. Y, U. İkinci hərfi Y, U. U-nu axtarsan. O. Buranın ikinci hərfi O. O Avtomatik hərfi. O. hortum. Cavab oldu Xortum altı. oldu da cavabı xortum. Hı. Və 7-ni yazaq, bu vərəqi yekunlaşdıraq elə. Burada bizə nə deyir? U1 axtarırsan. Birinci hərfin U-dur kodu. Bir də U1. buradakı U1. Birinci İkinci hərfin L hərfi. L G. hərfidir. G. U1. Yox, Bax, G-dir. birinci G-lə hərf. əlaqə. G. Leyla bax, U1 deyirsən. Buranın birinci hərfi nədir? G. Birinci Aha. hərfə yazdın G-nı. 2-ni axtarsan A2. Buranın bax A2. Buranın ikinci hərfi. Ə. Və baxan kimi görsən ki, qəlpə. Bir dənə B variantı uyğun gəlir. Heç uzun uzadı aparma. İstəyirsənsə də yap. Müəllimə, U1, U1 qəlb sözündə idi, ona görə oradan götürdük. Bəli, bəli. A2-ni də birinci sözdən götürdük. Yəni hardadsa oradan götür. A2-ni buradan görürsən, deyir buranın ikinci hərfi Ə. Burada da var, deyir buranın ikinci hərfi Ə. Yəni Ə-dir də hər Yəni tərəfdən pələngin, baxsan Ə-dir. bəli, Hə, pələngin ikinci hərfidir, qəlbində ikinci hərfidir. Bəli, Yəni hər bəli. ikisində də ikinci hərf Əsas ədir. rəqəminə baxın. Deyin görün başqa nə sualınız var. Burada da rəqəmlə verib. Baxın, bu da eyni şeydir. Sadəcə indeksdə verib sənə. Gözünüzə fərqli gəlməsin bu heç vaxt. Bax, səndən nə istəyir? Deyir bunları bu V. sırayla düz. Ümumi hərf bilirəm. PDF o qədər V1. askimdə taxmamışam. Gözüm çıxır bir dəqiqə. Gəl düzək birinci. Birinci rəqəm lazımdır düzdür bizə. V1. Yuxarılarda V hardadır burada? Deyir buranın üçüncü hərfi. Üçüncü hərfi nədir? T. Deməli sənin sözün T ilə başlayır. Sonra tapırsan 2-ni. T2. T hardadır? Deyir buradadır. T-nin kodu nədir? 1, 2, 3. Üçüncü hərf. Üçüncü hərfi nədir? E. A variantı gedir, E variantı gedir, D variantı gedir. Üçüncünü axtarsan A3. A hardadır? Burada. İndeksində 1 var. Yəni buranın birinci hərfi. Birinci hərfi nədir? M. Elə baxan kimi ki, onda olur hansı variant? C variantı. Ya da istəsəniz axıra qədər də aparaq. Eyni şeydir, fərqi yox. Tam tuta bildiniz neynədim? Mən onu işləmişəm belə, onlar mən rahat Yox. elədim onu. Neyini tam bildin neynədik? Anladım. Anladım müəllimə, amma biraz mənə elə bir çətinlik gəlir. Məsələn 9-u bərkəm eləyək. Məsələn 9-da belədir. Bax. Biri H, Sən H. demə. Birinci neyinirəm, nəyi axtarıram? H1-i, düzdürmü? Birinci H1 axtarırıq. H görə hardadır? Harda H1 yoxdur. Bax, H. 3 var. H3. Ha, yəni 1 olmasa başqasını tapa Sən bilərik. hərfə Mən bax. ona görə Bax, sən çaşıram. deyir ki, birinci Rəqəmə. yer. Bax, sən cümləni həmişə belə eşitsən, tam biləsən. Birinci yerdə duran rəqəminin kodu H-dır.
Yuxarılarda haşı axtarırsan. Haşın buradadır. Və buranın Mən niyə üçüncü şaşıram müəllimə? hərfidir. Biri axtarıram, görürəm Yox, rəqəm bir 1 ehtiyacım. yoxdur, Hərfə H3. bax. Haşa bax. Yəni olmasa ən xırdasını götürürəm. Допустим, H6, H3-ü götürürük. Fərqi yoxdur. H3-ü götür. Sənə hərf lazımdır. H hərfi. H burdadır. Kodu nədir? 3. Yəni burada sözdəki üçüncü hərf. S, Üçüncü hərfin nədir? S, N. yox, Üçüncü hərf. N. 1, 2, 3. Hı. Üçüncü Bəs hərf. birincidə də H3 var axı müəllimə, yazılanda. Orada götürmürük. Burada Virusun üçüncü hərfi, tangentin eyni üçüncü şeydir. hərfi. Bax, Eyni sənə deyir hərflə ki, buradakı baxın. üçüncü ilə altıncı hərf. Buradakı üçüncü hərf də N-dır. Hə, Altıncı müəllimə hərf indi də başa N-dır. düşdüm. Başa düşdüm, Buradan başa N düşdüm. ilə başlayırsa elə bir dənə qalır variant, D variant. Hı, Bu anladım. sualda özün çağırtdırma ilə asan Hı. sualdır. Yəni Hə, maraqlı başa sual. düşdüm. Hı Hə, -hı. hər hərfdə olsa, hərəsində elə bil, допустим, H3-dür, üçüncü Üçüncü ayət hərfi. əsas hərfi bax. H7-dir, 6-da 7-ci 6. hərf. İndi başa Bəli, bəli. düşdüm. Əla. Burada Başa nəysə düşdüm. qaranlıq bir sual qaldı. Bu birisi də X şərt dilidir. Burada yox, başa düşdüm. Onların şərtidir, asandır. Şərt dil maraqlıdır, asan mövzudur. Qalmadı ki burada sual. Olmadı. Yox, məndə yoxdur. Ya analogiya anaqramı da verə bilərəm. Analogiyanı müəllimə. Bəlkə Məncə baxaq. Məncə Siz belə eləyək. Ən maraqlısı budur. Gəl, bax burada çox rəqəm görmədik, ancaq hərflər, sözlər, düzdürmü? Ard-arda analogiyanı işləməyin, eyni sıxıcılıqda getməsin. Operatorları verim, rəqəmlər işləyək. Gələn dərs analogiya, sonra qeyri-aşkara keçərik. analogiyanı sonra keçərik. Onsuz da Fərhad İslamda analogiya gəlmir sırada. Fərhad İslamda digərdir, operatorlardır. Yerləri Onda kitablarda dəyişik olur. Gəlin birinci analogiyanı keçim. Analogiyadan sonra, analogiya deyirəm, üzr sayın. Birincisi Operator. operatorları keçim. operator keçək. Sonra bundan sonraki mövzu analogiyanı keçərik. Analogiya asandır, özdə rahat qutaracağıq oranı. Operatorlar biraz qəşəng maraqlı mövzudur. Səhifəsini yazacaqsınız da müəllimə yəqin Bəli, ki, bəli, neçə yazacağam. demişsin. PDF-də, hər iki PDF-də səhifə neçədir qeyd edəcəm, narahat olmayın. Dərs 2. Operatorlar. Operatorlar ümumi iki hissədən ibarət olur. Bir dərs 2-də verib, bir də dərs 3-də verib. Sual tipləri də fərqlidir. Bax, bu aşkar operator var, qeyri-aşkar var. Bu qeyri-aşkardır. Çünki hansı hesab əməlini yerinə yetirdiyini tam tuta bilmirsən. Amma digəri dərs 3-də olan. Dərs üstü olan isə artıq. Bu da operator yazıblar. Bu aşkar operatorlardır. Sənə nə etməli olduğunu, toplayıb çıxmalı olduğunu özü deyir. Biz bu gün qeyri-aşkara baxacağıq, yəni dərs 2-yə. Bax bura. İndi sənə əvvəldə 2 rəqəm verilir, qarşıdakıları almağını istəyir. 7 ilə 5-dən. Baxın, 7-ni 5-ə vuranda neçə eləyir? 7 vurmasıdır, 35. ikinci çıxmasıdır. Bir dəfə də 7-dən 5-i çıxıb, alıb 2. İndi burada 9-u 4-ə vuracaq, 36. 9-dan 4 çıxacaq, 5. Cavab olacaq hansı variant? Bir dəqiqə, burada niyə olmadı? 7 5 35, 5 də 4 dəfə 9 Düzdür. 36. Düzdür müəllim, A-dır. Hə, A variantı. Nəsə açıqını taxmamışam, heç nə görmürəm. Hamısı girib bir-birinə. Bax, bu biri sualda 143-dən 12 alıb. Hamısını bir-birinə vururuq. 1 vur 4 vur 3. Hansısa rəqəmlərin hasili kimi. Biri 4-ə vurur 4, 4-ü 3-ə vurur 12. Biri 2-yə vurur 2, 2-ni 5-ə vurur 10. İndi burada biri 5-ə vuracaq 5, 5-i də 5-ə vuranda 25. Cavab olacaq 25. hansı variant? C variantı. Aha, üçüncü sualda. Bax, bir iki rəqəmə bir baxıb, Toplayırıq. 6 ilə 5-i toplayıb yazıb 11. Sonra Bir də 5 hamısını ilə 2-ni toplayırıq. toplayıb yazıb 7. İndi 6 ilə 2-ni ilk iki rəqəm toplayacağam 8. 2 ilə 7-ni toplayacağam 9. 8, 9 olacaq B variantı. 8 ilə 5 13. Bir də 8 məsələn, bax, 5 tip sual var, 8-ci sualdır. Damlaların, yəni simvolların sayına da baxın. 164-dən inib rəqəmləri hasilinə alıb. Biri 6-ya vurub 6, 6-nı 4-ə vurub 24, düzdürmü? Amma burada damla 2 dəfədir. Bunu 2 dəfə yerinə yetirəsən. 7 dəfə 8 gelir, 56. 56. Damla 56. işlərimin biri var deyil, bir dəfə də aldığın rəqəmi bir-birinə vurasan. 5 dəfə də 6-nı neçə eləyəcək? 30. 30. Cavab olacaq C variantı. Yəni oradakı simvolun artıq sayına da diqqət yetirəcəyik. Baxın, məsələn, oradan buradan. Bax, burada da eyni tip sualdır. Toplayıb, 1 ilə 5-i toplayıb 6, 2-yə vurub 12. 8 ilə 3-ü toplayıb 11, 2-yə vurub 22. İndi 5 ilə 7-ni toplayacaq 12, 12-ni 2-yə vuracaq 24. Yanında bir dənə də bu işarədən var deyə bir dəfə də yerinə yetirəcək. 2 ilə 4-ü toplayacaq 6, 6-nı da 2-yə vuranda 12. Cavab olacaq 12. A variantı.
Məsəl üçün Müəllimə, bir də onun zəhmət olmasın yenidən izah edərsiniz. 10-cu sualım. Aha. Bax, 15-dən 12-ni necə alıb? 1 ilə 5 toplayanda neçə eləyir? 6. 6. 6-nı 2-yə vurub 12. Rəqəmləri Hı-hı. cəmini 2-yə vurub. Gəl bir dəfə buranı hesabla. 5 ilə 7-ni toplayanda 12. 12. 12-ni 2-yə vuracam Hə, 24. 1 bölü 2. Amma Hə, bir hə, dənə də aydın. işarəm var deyə eyni funksiyanı, eyni əməliyyatı yenidən yerinə yetirirəm. 2 ilə 4-ü toplayıram 6, 6-nı da 2-yə 6. vuranda 12. Cavab olur A variantı. Aydın oldu bu dəfə. Bəli, aydın oldu. Bəli. Bax, məsələn, 16-cı tipli suallarda. Bir də ayrı 11-ə də baxacağam. Hər iki dənə simvolu verərsə. 16-da bunu necə alarıq? Amma yəqin birin üstünə gəlib 7, 6 ilə 1 ya da 6 ilə. Yo, müəllimə, bu elə bir vurmadır yəqin. Nəyə vurub? Necə Yox, deyin gör. Birin üstünə 6 gəlib 7. Yəqin amma 7, 9, 10, istəmirəm. Burada həm vurma əməli var, həm də toplama, amma Yəni Tam elə ola bilər ki, həm deyə vurma bilmədim. üçün, həm toplama onun Hər fərqi ikisi var məncə burada. Bax, belə bir şey deyim, yaxşı. 70-dən 16 çıxanda neçə qalır? Necə saniyə qələm aktiv edeyim. 54, 54-ü 2-yə böləndə neçə eləyir? 27. Ortaya yazıb 27. Kənarlardan böyükdən kiçiyi çıxır. Bax, 70-dən 16-na çıxır. Qaldı 54. Onu da belə ortadakına. Bəli. Onda 56-nı 2-yə 18-ə bölüb ortaya bölür. yazıb 27. Aldığı cavabı 2-yə böləcək. İndi burada 56-dan 18 çıxanda neçə qalır? 38. 38. 38-i də 2-yə bölüb ortaya yazacaq. Eləyəcək 19. Aydın oldu. Допустим, 17-də onda. Hərəsində 17-də eyni necə çıxma deyə bir olacaq? qaydan yoxdur. Hərəsində ayrı şey eləyə bilərsən. 17-də уже başqa şeydir yəqin. Ola bilər, elə bilər eyni şeydir. Ola bilər yenə fərqli bir şey də ola bilər. 330, 355, 253. 355-dən 253 çıxanda neçə qalır? 102. Çıxıb 102. 102-ni də 2-yə bölüb 51. Yenə çıxıb 2-yə bölüb. İndi 220-dən böyükdən kiçiyi çıxırsan. 220-dən 116 çıxanda neçə 116 qalır? çıxanda 104. 104. 104-ü də 104-ü də neçə edir? 2-yə bölür. 52. 52. Bir dənə aşağıda çıxma olmayan toplama filan var. Bir dənə baxın. Aşağıda 52 Bax, məsələn, esanslı. burada. Burada çıxmır. Artıq çıxmaz məncə. Burada, bax, toplayıyorum. 17 ilə 14-ü toplayanda neçə eləyir? 31. 31-i neçəyə vursam 93 eləyər? 3-ə. Bax, kənarları topladı, alınan cavabı 3-ə vurdu. Səsim gəlirsə. Bəli. Aha, bu dəfə Bəli. Bu dəfə Tamam. kənarları toplayanda, bax, görürəm çıxanda 17-dən 14 çıxanda 3 qalır. 3-dən 93-ə getmək böyük məsələdir, böyük rəqəmdir. Deyirəm, yaxşı toplayım. 17 ilə 14-ü toplayanda 31 eləyir. 31-dən 93-ə getmək asandır da 3-ə vuraram. Deməli, kənarları toplayıb 3-ə vururam. 11 ilə 15 toplayanda neçə eləyir? 27, 26. 26. 26-nı 3-ə vuranda neçə eləyir? 78. Cavab da olur E variantı. Aydın oldu bu tip suallar? Müəllimə, biz belə tip olanda obязательно da möhtərizədən qırağı birinci eləyirik, sonra möhtərizəni. Bəli, Yoxsa birinci mötərizə harası? kənarlar. Bəli, birinci təbii ki, kənardakı 2 dənədən ortanı alıb da. Bax, burada Ona 650, nə 19 tapdım 428. eləyək. Bax, 650, 428. Mən bunları toplamaram. Toplasam minlərə gedib Yəqin çıxarım. çıxıb da o. Çıxıb da. 650-dən 428-i çıx. 650-dən 428 çıxanda neçə qalır? 222. 222-dən 111 almaq üçün nə edərəm? 2-yə bölərəm. 2-yə bölüb. İndi burada Onda yenə böyükdən kiçiyə böyükdən çıxırsan. kiçiyi Bəli. çıxırıq. Sonra 2-yə bölüb. 496-dan 274-ü 74-ə çıxanda çıxırıq. yenə qalır 222. Yəni 222-ni 2-yə bölündə neçə edir? 111. 111. 111. Hı.
Yəni deyirəm, kənardakı 2 dənədən ortadan alırsan. Bir dənə də 11 tipliyə baxaq. 11 tipli də 2 dənə funksiyanı yerinə yetirir. Bir dəfə hər ikisinin ayrıdır işarəsi. Birinci baxaq bu işarənin simvolunu tapmaq üçün. 2 ilə 3-dən 36-nı necə alıb? 2-ni 3-yə vurar 6. Düzdürmü? 2-ni 3-ə vurursan 6. 6-nın kvadratı neçə eləyir? 36. 36. Bax, biri 8-ə vurub 8, 8-in kvadratı 8-in kvadratı 64. 64. Ədədləri bir-birinə, ədədin rəqəmlərini daha doğrusu Onda bir-birinə 8. vurub kvadrata yüksəldir. Onda Deməli, o da bunun elə kvadratı 64. neyinir? 6-nı 2-yə vururam. 12. 12-nin kvadratı neçə eləyəcək? 12. 144. 144. Rəqəmləri bir-birinə vurdum. 12 kvadrata yüksəltdim 144. Amma yanında bir dənə dairə var. Bu dairənin də işarəsini tapmalıyıq artıq. 6 ilə 5-dən 30-u necə alıb? 6-nı 5-ə vurub 6 vur 5. 30. 5-ü 3-ə 30. vurub 15. Burada da biri 4-ə vuracaq 4, 4-ü 4-ə vuracaq 16. Cavab olacaq hansı variant? D variantı. Diyorum. 12 özünüz baxın bu qaydada. Hı hı. Burada bax, yenə üçbucaq, yenə şey. Bir dəfə buranın al üçbucağı tap. 765-dən 576 alıb. Bax, 76-nı olduğu kimi saxlayıb 5-i gətirib əvvələ. Burada da 12-ni olduğu kimi saxlayacağam. 4-ü gətirəcəm əvvələ. Eləyəcək neçə? 410. 412. Üstə gəlinsin. Ortada üstə gəl var. İkinci rəqəmi tapırsan. Bax, burada da tərsindən baxıb. 1, 8, 3 kimi baxıb. 1, 8, 3. Tərsindən baxanda neçə 120. olacaq? 1, 2, 3. 123. Yəni 123. 123. İndi bunları toplamalısan. Bunları da toplamalısın. 535. Hə, 535. aydın oldu. Bəli. Ona Hı. görə deyirəm ki, operatorlara izah verməli idim mən. Verməsəm hər tip sual görürsünüz. Mürəkkəb çox şey çıxır burada. Например, 15'e baxaq, müəllimə. 14-ə baxaq, daha sonra 15-ə düşərik. 14'e baxaq. 527-dən alıb. Necə alıb? 77. 5-dən 5-dən 2-ni 2-ni toplayıb cəmi. 7. 7. 7-nin də yanına Yanındakini olduğunu yazın. yazıb. Aha. İndi gəl burada qayda nəzərində eyni şey eləyək. 9 ilə 1-i toplayaq. 16. Yan 16 6 yox. olacaq. Yanına yazıb. 106. 106. Aynen. Yanına yazıb. Toplamayıb. Yanına yazıb. İndi burada daha sonra kvadrata baxaq. 106-nı aldım. Yanında bir dənə kvadrat var. Bərabərdir. 436-dan 643 alıb. Bax, 43-ü olduğu kimi saxlayıb 6-nı gətirib əvvələ. İndi burada da 10 olduğu kimi saxlayacağam. 4-ünü 601. gətirəcəm əvvələ. Eləyəcək neçə? 610. 610. Hı. 10 olduğu kimi saxladım, 6-nı gətirdim əvvələ. Biraz Cavab bu qarışıq doğru. oldu. mənim. Qarışıq deyil, sadə. Diqqətlə eləsəniz o qədər maraqlıdır ki. Bax, məsələn, Mürəkkəbli ondadır ki, hər misal eyni, bütün misallar eyni qayda ilə getmir. Gərək hərəsini ayrı-ayrı qoyasan. ona görə Mən də deyirəm, fərqlidir, ona görə biraz ona görə qarışıq. deyirdim ki, izah şərtdir. Çünki niyə? Hər misalda ayrı bir qayda öyrənirsiniz. Hər misalda fərqli bir şey öyrənirsiniz. Və klassik qaydası da yoxdur, düstur da yoxdur ki, əzbərləyib yerinə qoyasınız. İndi baxaq burada. Dairədə neyiniyib? Dairədə 35-i olduğu kimi Yerlərini saxlayıb, dəyişib. 2-ni gətirib əvvələ, düzdürmü? Deməli, burada 39-u olduğu kimi saxlayıb, 3-ü gətirəcəm əvvələ. Şəhərə gətirir. Olacaq 339. 239. Amma yanında bir dənə də kvadrat var. Kvadratda neyiniyib? Bax, ilk 2 rəqəmi toplayıb, 3 ilə 4-ü 7 Sən yazıb. birinci 3-ü də əməl, sən saxlayıb. İndi 3 ilə 3-ü toplayacağam. 6. Yanına da yazacağım neçəni? 9-u. 9. Olacaq B variantı. Aydın oldu. 75. Məsələn, baxaq fərqlərdən. 30-cu sual qəşəng sualdır. Baxın. 30-31-ə də baxaq. Rekordun vaxtı qurtarmamışıq. 30-cu. 30. 3. Burada Master Ener'dən verməyəcəm bu mövzunu, çünki mövzu çətin mövzudur. Master Ener o qədər ətraflı verməyib. Onu uzağı ikinci dərsə verərik. Bazar gününə bir əlavə təyin edib həmin vaxtda verərik. 4-cü günə qədər əsas Fərhad sizə qutararsınız. Çünki çatdıra bilməyəsiniz, çünki vaxt aparan bir bölmədir. 30-u necə 30-da yazaq? müəllimə 30-da müəllimə nəsə burada vurma əməli də var. Yəni 27 Bax, alıb 9 alıb. 9, Bax, 27 bu 4-lə 3 3 dəfə verirsən, hə? yeni. 64-ü alıb, 27 alıb, 9 alıb. Bax, 4-ün 4 kubu nəsə neçə eləyir? toplayıb yəqin 4, ki. yox, toplamır. 4-ün kubu neçə eləyir? 4-ü 3 dəfə öz-özünə vuranda. 64. 3-ün kubu 64. neçə eləyir? 3-ü 3 dəfə öz-özünə vuranda. 27. 27. Deməli, burada da bir dəfə 5-in kubunu yazırsan. 5-i 3 dəfə öz-özünə vuranda 125 eləyir.
Birinci rəqəm nə oldu? 125. 7-nin kubu. 7-ni 3 dəfə öz-özünə vuranda edir 343. Avtomatik A variantı getdi, B variantı getdi, D variantı getdi. Qaldı C ilə D variantı. 125, 125. 49-durmu yoxsa 25-dirmi? 3-ün kvadratı neçə eləyir? 9. 9, Vuranda 9. 2-nin kvadratı neçə eləyir? 4. 2-nin 4. kvadratı 4. İndi 7-nin kvadratı neçə eləyəcək? 49. 7-ni 7-yə vuranda 49. Variant da olacaq C variantı. Aydındır? Rekorda da bir dəfə baxın, narahat olmayın. Həm oturacaq. 31 deyince necə yazaram? 8. Asan bir sual, çox sadədir. 6 ilə 8-dən 7-ni necə ala bilərəm? Bax, belə 2 dənə fərqli sadə rəqəm verib, başqa bir dənə sadə rəqəm alırsa, ya 1, toplayıb, müəllimə, 1 əskik deməkdir. 8-dən 1 əskik 6, elə 1 Yo, elə gəlib ki deyil, elə mənə. ki deyil. Digərlərində uyğun gəlməz axı. Hı -hı. Bax, indi bax, deyirsən ki, ya toplayaram, ya çıxaram. Çıxsam 2 alınır, 2-dən 7-yə getmək qeyri-mümkündür. Toplasam 6 ilə 8-i toplayanda 14. 14-dən 7 almaq üçün nə edərəm? 14-ü 2-yə bölərəm. Gəl 4 ilə bölüm. 8-i toplayıram 12, 2-yə bölürəm 6. 4 ilə 6-nı toplayıram 10, 12-yə bölürəm 5. 3 ilə 8-i toplayıram 11, 2-yə böləndə 5 onda 5. Deməli hamısında uyğun gəlir. Deməli 12 ilə 14-ü toplayanda Cavab 13. 26, 26-nı da 2-yə böləndə 13. Cavab olur A variantı. Aydın oldu. Hı -hı. Yəni hərəsində ayrı əməldən istifadə olunub bu arada. Belə düşün. Hər misalda, məsələn, 28-in qaydası ayrıdır, 29-unki ayrıdır. Amma misal öz içində hamısı eyni olmalıdır. Burada nə etməlisinsə, digər sətirlərdə də eynisini eləməlisən. Məsələn, birinci sual deyin görüm. 6, 1. İkinci düzə bu, ikinci bölmə. Biraz orta bölmə. O bayaq baxdıqlarınız asan bölmə idi. 4, 3. Bax, 6-nı 2-yə rəqəmləri bölüb iki 3 yerə alır. bölüb. Həmişə Yəni deyirəm ki, 6-nı 2-yə bölüb 3 alıb. 4-ü 1-ə bölüb 4 alıb. Mən həmişə 8-i deyirəm ki, 4-ə bölüb 2 yerə 2. bölün. 4 dənə Deyil. rəqəm görəndə rəqəmi ortadan 2-yə ayırın. Bu ikisinə bir baxın, bu ikisinə bir baxın. 66-nı 22-yə böləndə neçə eləyir? 3. 44-ü 11-ə böləndə neçə eləyir? 4. 88-i 44-ə böləndə neçə eləyəcək? 2. İkinci Elə, sual. 6 ilə 2-dən 36 alıb. Necə alaram? elə üstə gəlib də o. 6-ın üstə Yox, üstə gəlmir. Yox, üstə gəlmir. Da bölüb 2-yə 60. 72 eləyir o da. Böləndə 72 Abi sən necə eləyir. yazıb? 62. 6, 2. Elə bil belə yazıb. Bu 62-ni yan-yana yazmayıb. 6-nı yazıb, bu yanındakı 2-ni qaldırıb qüvvətə. 6-nın kvadratı neçə eləyir? 36. 36. 62-də 7-ni yazıb, bax. 2-ni yazıb onun qüvvətinə. 7-nin kvadratı neçə eləyəcək? 49. 9. Burada 5-i 5-i yazıb. yazıb, 1 yazıb üstünə. Hansı rəqəmin Beş. üstü 1 olursa olsun, O elə 5 özünə. eləyir. Bu 5. Onda birin 1-i üstə 7 yazıb, üstünə 7. 7 dəfə 1-i öz-özünə vuranda yenə də 1 alır. 1. 1 Cavab eləyir. olur A variant. Aydın oldu. 6-cı sualı deyin görək. Bax, baxırsan ki, nəsə 26, 23, 27-yə oxşuyur, 64-ə oxşuyur. Deməli, burada kub məsələsi var. 3-ün kubu, yəni 3-ü 3 dəfə Üçün öz-özünə kubu. vuranda neçə eləyir? 27. 27. Alınan Bitti. cavabdan 1 çıxıb 26 Bir yazır. çıxır. 4-ün O kubu, da 4-ü 3 4, dəfə öz-özünə 64 vuranda eləyir. 1 çıxır. 64, 1 çıxıb. 5-in 5'i kubu, 5'e. 5-i 3 dəfə öz-özünə vuranda 125 eləyir. 125. Ondan da 1 125-in də çıxanda 1 çıxanda 124. 124. Yenə deyirəm, bayaq da demişdim 7-ci sualda rəqəmi görəndə 4 dənə rəqəm birinci 2-yə bölün. 2 rəqəm kimi 49, baxın. 27 kimi baxaq. 49, Baxa 27. bilərsiniz. Görün bu üsulla ala bilirsiniz, yoxsa yox. 5, bu da 7. Hə, müəllimə 5, 9'un üstü. Yox. Elə gəlmir. 9-dan 4 çıxanda neçə qalır? 5 qaldı. Mhm. 7. 7-dən 2 5. Bax belə 7'dən baxın 2, da, 5. bax belə baxın. Belə çıxır. 9-dan 4 çıxıb 5 yazıb birinci 5 yerə. yazdı. 9-dan 2 çıxıb yazıb ikinci yerə 7. Bir də 7-dən 2 çıxıb yazıb bura 5. İndi burada 9-dan 2 çıxacaq. Neçə qalacaq? 7. Daha sonra 7. 9-dan 1 çıxacaq. Yəni 7. 9-dan 9'dan üzrü 6 sayın 8. çıxacaq. 7-dən 1 çıxanda 8 üzrü sayın. 6-dan da 1 çıxanda neçə qalır? 5.
5. 85 cavab olur D variantı. Onda müəllimə böyük rəqəmdən kiçikləri çıxıb deməkdir bu. Yəni birinci iki hissəyə baxırsan, sonra ortadakı ikisinə baxırsan, sonra kənardakı ikisinə və çıxma zamanı təbii ki, böyükdən kiçiyə çıxırsan, çünki operatorlar mənfi qiymət götürmür. Например, 8-ə baxaq müəllimə. Baxaq. Düşünən bir şey. Bax, ilk iki rəqəmə Burada bax. 2 yerə bölürük onda, 2 baxırıq. 42, 32. 42-dən 32 çıxanda neçə qalır? 10. 24, 12. 24-dən 12 çıxanda neçə qalır? 12. Burada da 27, 17. 27-dən 17 çıxanda neçə qalacaq? 10. 10. Ha, burada da cüt rəqəm, cüt çıxıb 14-dən bir-birindən də 24. yəni. Bax, burada belə eləyə bilərsən. 63. Bax, birin üstünə 4 gələndə neçə eləyir? 5. 5. Kvadrata yüksəldi. 25. Alınan rəqəmdən 1 çıxıb. 1 çıxıb. 3-ün üstünə Onda 5 10 gəlir. lissi kvadrata 8. yüksək. 8-i Səs- kvadrata yüksəldi. 64. Alınan cavabdan 1 çıxıb 63. Deməli, 4-ün Ne üstünə kadar 5 əməl var gələcək. bir misalda? 9. Kvadrata 9. yüksəldəcək. 81. Alınan 81. cavabdan 1 çıxacaq. 80. Aydın oldu? Sonuncu da elə bir şeydir də deyəsən. 10 elə deyil. 10 ayrı bir şeydir. Bax, onda nə eləyir? 7 ilə 8-i toplayanda neçə eləyir? 15, 51. Ha, yerlərini Beşi dəyişir. tərsinə 15, 51. yazın. Rəqəmlər dəyişir. 9 ilə 3-ü toplayanda 12, rəqəmlərin yeri 21. dəyişir 21. 9 ilə 8-i toplayanda 17, 17, rəqəmlərin yerini 71. dəyişəcəm. 7 ilə 1-in yeri olacaq 71. Cavab da olacaq D variantı. 3 ilə 1-i toplayıb 4, alınan cavabı 2-yə vurub 8. 4 ilə 2-ni toplayıb 6, alınan cavabı 2-yə vurub 12. 6 ilə 4-ü toplayacaq 10, alınan cavabı 2-yə vuracaq 20. Bircə saniyə. Bir dəqiqəmiz qalıb söyləyək. Uşaqlar, indi dərsdəyim. Bir dənə dərsdən çıxım link atıram sizə. 30-da başlayaq. Bir qrupumu gecikmişdim. Aha. Bir dəqiqəsi qalıb linkin. Buradan qaranlıq qalan neysə oldu? Linkin bir dəqiqə özü avtomatik sönür. Qaranlıq qalan Sadəcə bir misalda bir neçə əməl var. Biraz o çətinliyi verir. Amma işləyənə qədər məncə Biraz düzəlir. düşünüb yəni yazmaq olar. Bəli. Ona görə deyirəm ki, master enerjidən verməyəcəm. Təkcə Fərhad Yenidən rekorda da baxarıq. rekordu da atacağım ümumi. Nümunə nə sual çıxdı deyin, vərəq qələmdə tez yazılı formada atım, avtomatik əlinizdə olsun. Axıra qədər 3 bölmənin üçündə işləyərsiniz. Yaxşı? Oldu. Sağ olun. Sizə sağ olun.